Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz 5-ci sinif dərsliyindəndir. Unit 7, Lesson Reading. Bölmə 7, dərs oxuma. Exercise 1, tapşırıq 1. Look at the page and answer the questions. Səhifəyə baxın və sualları cavablandırın. Check the correct answers. Düzgün cavabları yoxlayın. Uşaqlar, biz buradakı suallara cavab verməyimiz üçün mətni tərcümə etməliyik. Ona görə də mətni tərcümə etdikdən sonra suallara cavablandıracağıq. Mətni tərcümə etməkdən öncə burada bilmədiyimiz sözlər var, onlara nəzər salaq. Daha sonra dinləyib mətni tərcümə edək. Mall, ticarət mərkəzi. Store, mağaza. Where, geyinmək. Happy, xoşbəxt. Sad, qəmgin, kədərli. Good, yaxşı. Think, fikirləşmək. İndi isə gəlin, dinləyib tərcümə edək. Hey Jordan, what's up? Hi, Nick. I'm at the mall with my dad and my sister. My dad is getting a shirt for work and a sweatshirt for the weekend. My sister is getting a sweatshirt too. They're buying the same one. I'm buying a new pair of jeans and a new t-shirt for Jackson's party. Why? You have lots of t-shirts. You're right. I'm not buying it. I'm in the store, but it's closing now. Where are you? I'm at home. I'm looking at my clothes for the party. I like the brown pants, but I'm not wearing my favorite white t-shirt. Why not? Wait, what about a black t-shirt? I don't have one. I have one. Wear it to the party. Cool. Thanks, Jordan. I'm wearing my black jacket and my sneakers. I'm not wearing my sneakers. I'm wearing my blue shoes. Come to my house after soccer club to go to the party. Sözləri bildiyimizə görə rahatlıqla tərcümə edə bilərik. Hey Jordan, what's up? Hey Jordan, nə olub? Hi Nick, salam Nick. I am at some mall with my dad and my sister. Mən ticarət mərkəzində atam və bacımlayam. My dad is getting a shirt for work and a sweatshirt for the weekend. Mənim atam iş üçün köynək və həftə sonu üçün idman köynəyi alır. My sister is getting a sweatshirt too. Mənim bacım da idman köynəyi alır. They are buying the same one. Onlar eyni köynəyi alırlar. I am buying a new pair of jeans and a new t-shirt for Jackson's party. Mən Jackson'ın qonaqlığı üçün bir cüt cins şalvar və yeni bir qısa qol köynək alıram. Why? Niyə? You have lots of t-shirts. Sənin çoxlu qısa qol köynəklərin var. You are right. Sən haqlısan. I am not buying it. Mən onu almıram. I am in the store, but it is closing now. Mən indi mağazadayam, amma o bağlanır. Where are you? Sən hardasan? I am at home. Mən evdəyəm. I am looking at my clothes for the party. Mən qonaqlıq üçün özümə paltar baxıram. I like the brown pants. Mən qəhvəyi şalvarı sevirəm. But I am not wearing my favorite white t-shirt. Amma mən sevimli ağ köynəyimi geyinə bilmirəm. Why not? Niyə? Wait, what about a black t-shirt? Bəs qara qısa qol köynək nə deyirsən? I don't have one. Mənim yoxumdur. I have one. Wear it to the party. Mənim varımdır. Onu qonaqlığa geyinərsən. Cool, əla. Thanks, Jordan. Təşəkkür edirəm, Jordan. I am wearing my black jacket and my sneakers. Mən qara gödəkçəmi və idman ayaqqabılarımı geyinəcəm. I am not wearing my sneakers. Mən idman ayaqqabılarımı geyinmirəm. I am wearing my blue shoes. Mən mavi ayaqqabılarımı geyinirəm. Come to my house after soccer club to the party. Amerikan futbolu dərnəyindən sonra bizə gəl qonaqlığa getməyə. İndi isə uşaqlar mətni tərcümə etdikdən sonra rahatlıqla suallara cavablandıra bilərik.
What type of text it is? Bu mətin nə haqqındaydı? A cell phone dialogue between two friends. İki dost arasında mobil telefon danışığı. An online blog post. Yəni onlayn formada vlog idi. Təbii ki, uşaqlar bu olacaq iki dost arasında telefon danışığı. Daha sonra ikiyə baxırıq. What's the relationship between two people? Bu insanlar arasında, yəni bu iki insan arasındakı münasibət nə idi? Bir də they are brothers, onlar qardaş idi. They are friends, onlar dost idi. Təbii ki, onlar dost idi. Bir formada işarə edəcəyik. Keçirik üçüncü tapşırığa. Look at the emojis in the text. Mətndəki emojilərə baxın. Draw the emoji for each adjectives. Hər sifət üçün emoji çəkin. Yəni uşaqlar burada bizə emojilər verilib. Emojiləri biz hərflər olaraq işarə edərik ki, çünki ekranda mən bunu çəkməyim çətinlik olar. Məsələn, birinci emoji olaraq A olaraq bunu işarə edəcəm. Mən variant olaraq işarə edəcəm uşaqlar. Siz isə bunu şəklini çəkə bilərsiniz. B olaraq bu işarə edəcəm və C olaraq bu emojini işarə edəcəm. Və birinci smile-ı görürsünüz, emojini görürsünüz, xoşbəxt. İkincini görürük. İkinci, təbii ki, burada sad sözü qəmgin, kədərli deməkdir. Bizim B variantımızdakı emojimizə uyğundur. Siz təbii ki, uşaqlar bunun şəklini çəkəcəksiniz. Good, yaxşı deməkdir. Əla mənasında uşaqlar. Bu olacaq C variantımızdakı emoji. Və son olaraq think, düşünmək. Bu da təbii ki, görəcəksiniz A variantımızdakı emojidir. Bu formada uşaqlar, siz isə bunu təbii ki, rəsmini çəkəcəksiniz. Exercise 4, tapşırıq 4. Read the text again. Mətni yenidən oxuyun. Then complete the text below with the correct words. Doğru sözlərlə teksti tamamlayın. Yəni mətni bizə uşaqlar uyğun sözlər, müvafiq sözləri seçərək tamamlayacağıq. Və mətnimizdə təbii ki, oxuduğumuz mətnə uyğun olaraq cümlələrin yerini dəyişik formada verilir və sözləri özümüz yerləşdirəcəyik. Jordan is at mall with his dad and his sister. Jordan ticarət mərkəzində bacısı və atası ilə idi. Nick is at home. Nick evdə idi. They are talking about Jackson's party. Onlar Jackson'ın qonaqlıq haqqında danışırdılar. Yəni ikinci boşluğa at home, üçüncü boşluğa isə Jackson sözünü yerləşdiririk. 4-ə baxırıq. Jordan is in a store, but he doesn't buy a t-shirt. Jordan mağazadaydı, amma o köynək almadı. Because he has lots of them. Çünki onun çoxlu var idi. Nick is wearing brown pants, Jordan's black t-shirt and a jacket to the party. Nick qəhvəyi şalvar, Jordan'ın qara köynəyini və gödəkçəsini qonaqlığa geyinir. Jordan isn't wearing sneakers. Jordan idman ayaqqabısı geyinmir. Yəni bu formada sözləri yerləşdiririk. 1-ə dad, 2-yə home, 3-ə Jackson's, 4 store, 5 t-shirt, 6 pants, 7 black, 8 sneakers sözlərini yerləşdiririk. Think, düşün. Is it important to look good? Why not? Fikirləş, yaxşı görünmək önəmlidir. Niyə? Niyə də yox? Sualları sərbəst olaraq cavablandıracaqsınız. Keçək növbəti səhifəyə. İlk öncə burada bizim uşaqlar grammar hissəmiz var, ona nəzər salaq. Look at the examples in the chat. Compose a sentence from Nick and Jordan chat. Cümlələrə baxaraq Nick və Jordan'ın söhbətindən cümlələri tamamlayın. İlk öncə qaydaya nəzər salaq, daha sonra cümlələri tamamlayaq. Present progressive eyni zamanda present continuous-a bərabərdir. Demək olar, hal-hazırda baş verən, davam edən hərəkətləri bildirir. Cümlə quruluşu subject, to be, verb and plus ing. Yəni mübtədamız to be-nin indiki zaman formaları am, is, are, fiil və ing şəkildə artırırıq. Məsələn, I am wearing a white t-shirt. Mən ağ
qısa qol köynək geyinirəm və yaxud da ki, sadəcə köynək geyinirəm kimi də deyə bilərsiniz. İnkarında subject plus to be plus not plus verb and ing yerləşdirir. Yəni mübdada üzərinə to be-nin indiki zaman forması, not inkar adatı, fiil və ing əlavə edirik. Eyni formada I am not wearing a white shirt. Mən ağ köynək geyinmirəm kimi də tərcümə olunur. Və uşaqlar buradakı boşluqları tamamlamağımız istənilir. Burada biz baxanda affirmative and negative. Affirmative yəni bizim nəqli cümləmiz, negativ isə inkar cümləmizdir uşaqlar. Burada bizdə sol tərəfdə verilən təsdiq cümlə, nəqli cümlə, sağ tərəfdə isə bizim inkar cümlələrimizdir. I am looking at my clothes. Mən öz paltarlarıma baxıram. You are wearing your blue shoes. Sən mavi ayaqqabıları geyinirsən. We are buying pants. Biz şalvar alırıq. They are buying the same one. Onlar eyni paltarı alırlar və yaxud eyni bir əşyadan söhbət gedir. He is getting a shirt. O köynək götürür. He is getting a sweatshirt. O idman köynəyi götürür və yaxud da ki it is closing now. İndi ora bağlanır mənasında. Eyni inkar tərəfdə yazılanları da burada da qeyd edəcəksiniz. İnkar forması isə I am not looking at my clothes. Mən paltarlarıma baxmıram. You are not wearing your sneakers. Sən idman ayaqqabısı geyinmirsən. We are not buying pants. Biz şalvar almırıq. They are not buying the same one. Onlar eyni növ əşyanı almırlar. He is not getting a shirt. O köynək geyinmir. He is not getting a sweatshirt. O idman köynəyi geyinmir. He is not closing now. Ora indi bağlanmır kimi də tərcümə olunur. Burada bizə qeyd verilib. Look, baxın, use wear with clothes. Paltarlarla wear istifadə edin, yəni geyinməyi istifadə edin. I am wearing black shoes. Mən qara ayaqqabılar geyinirəm. She is wearing new pants. O yeni bir şalvar geyinir. Exercise 2, tapşırıq 2, use the words to make sentence, sözlərdən cümlə düzəltdirin. Yəni uşaqlar bizə verilən sözlər olacaq. Burada o sözlərdən həm təsdiq və inkarda istifadə edəcəyik. Bizə verilən sözlər, məsələn, birinci nümunədə özləri yazılır. Günay, blue jacket, Günay, mavi gödəkçə. Bu zaman cümlə qurarkən biz istifadə edəcəyik. Birinci mübtədamız Günay. Günay üçüncü şəxsin təki olduğuna görə izdən istifadə edəcəyik. Günay is wearing a blue jacket. Günay mavi gödəkçə geyinir. Digər cümləmizdə isə inkarda istifadə edərək. She is not wearing a red jacket. O qırmızı gödəkçə geyinmir. Daha sonra bizə verilən Mark blue shorts. Yəni Mark is wearing blue shorts. Mark mavi şort geyinir. Digər cümləmizdə inkarda verməliyik. He is not wearing black shorts. O qara şort geyinməyib. 3-də bizə x-la verilib, yəni inkarda yazmalıyıq. Igrid isn't wearing red t-shirt, yəni Igrid qırmızı qısa qol köynək geyinmir. She is wearing red shirt. O qırmızı köynək geyinib. 4-də də birinci inkarla başlamalıyıq. Emil isn't wearing blue jeans. Emil mavi cins geyinməyib. He is wearing white jeans. O ağ cins geyinib. 5-də bizə təsdiqdə verilib. Anna is wearing white sneakers. Anna ağ idman ayaqqabısı geyinib. Digər cümləmizi təbii ki, inkarda verəcək. She is not wearing black shoes. O qara ayaqqabı geyinməyib. Yəni uşaqlar sağ tərəfdə rahat olması üçün qeyd etmişəm. Amma ilk öncə mənim izahımı dinləyin, daha sonra tapşırığı yoxlayın. Və bizə son olaraq verilən 3-cü tapşırığa baxırıq. Nick and Jordan at the Jackson's party. Nick və Jordan Jackson'ın qonaqlığındadır. What are they wearing? Make sentence. Onlar nə geyiniblər? Cümlələr qurun. Sizə rahat olması üçün mən sağ tərəfdə qeyd etmişəm. Nick is wearing a black t-shirt and a black jacket, brown pants and white sneakers. Nick qara qısa qol köynək, qara gödəkçə, qəhvəyi şalvar və ağ idman ayaqqabısı geyinib. Jordan is wearing blue jeans, blue shoes and a blue t-shirt. Jordan mavi jeans, mavi ayaqqabı və mavi bir qısa qol köynək geyinib. Bu formada uşaqlar özünüz öz fikirlərinizi qeyd edə bilərsiniz və son olaraq 4-cü tapşırığa baxırıq. Use it, istifadə edin. I am wearing blue pants and a green t-shirt. Mən mavi şalvar və
yaşıl qısa qol köynək geyinirəm. 4-də isə work in pairs, cütlərlə işləyin. You are at a party with Nick and Jordan. Siz Jordan və Nicklə eyni qonaqlıqdasınız. Describe what you are wearing. Siz təsvir edin ki, siz nə geyinmisiniz. Təbii ki, bunu uşaqlar özünüzə uyğun formada cütlərlə işləyərək edəcəksiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.